Salam uşaqlar. Bu sınavımızın suallarının izahına baxaq. 61-ci sual belədir. Unicode standartında kodlaşdırılmış 32 səhifədən ibarət mətn faylının hər sətrində 32 simvol var. Faylın həcmi 8 kilobaytdır. Fayldakı sətr sayını tapın. Biz düsturumuzu bilirik ki, düsturumuz belədir. V bərabərdir. Düsturumuz belədir. V bərabərdir. Səhifə vur sətir vur simvolların sayı və vururuq bir simvolun həcminə. Bizə burada sətri verməyib, qalan hər bir şeyi verib. Sətri tapmaq üçün, yəni məchulumuz sətirdir. Sətri tapmaq üçün həcmi bölürük qalan verilənlərin hər birinə. Səhifə, simvolların sayı və i. Daha sonra